Bizim bazamıza müxtəlif CV-lər daxil olur və vakansiyanın tələblərinə uyğun olaraq CV axtarışı edərkən ilkin olaraq CV-nin aydın və oxunaqlı olmasına diqqət yetiririk. Bundan əlavə namizədin iş fəaliyyəti, loyallığı, iş yerlərinin dəyişmə prosesləri izlənilir, təhsili, aldığı sertifikatlar, təlimlərin vakansiya ilə birbaşa bağlılığı yoxlanılır. Əgər ilkin olaraq skrininq mərhələsində namizədin göstəriciləri vakansiya ilə uyğun təşkil edirsə, eyni zamanda iş yerində qalma müddəti, fəaliyyəti düzgün qiymətləndirilirsə, namizəd uyğun namizəd kimi dəyərləndirilir. İlk olaraq işə qəbul zamanı işçilərdən müvafiq sənədlər istənilir ki, xüsusilə qida sektorunda ilkin istənilən tələb olunan sənədlərdən biri namizədin sağlamlıq haqqında arayışıdır. Qidada baş verən hər hansı kiçik bir problem birbaşa olaraq istehlakçı sağlamlığına təsir göstərən bir haldır. Ona görə də qırmızı xətt dedikdə ilkin olaraq namizədin sağlamlıq göstəricilərinə önəm verilir. Sağlamlıq göstəricisi uyğun olan namizəd seçilərsə, bundan əlavə onun həmçinin davranış göstəriciləri, etik və məsuliyyətli davranışları əsas mövqe kimi tutur. Qeyd olunan göstəricilər əgər namizəddə varsa, qida sektoruna uyğun namizəd kimi dəyərləndirilir.